Salam əziz şagirdlər. Bugün kvadrat köklər və həqiqi üslü qüvvət dim test toplusundan 9-cu sinif dim test toplusundan sualların izahını sizə təqdim edəcəm. Vaxt itirmədən keçək sualların izahına. Deməli, əziz şagirdlər, baxaq birinci sualdan izahlara. Deməli, birinci sual necə işləmək lazımdır? Deməli, birinci sualı işləmək üçün tamamın deməli keçin 5 dəqiqə. Deməli, birinci sualda deyib ki, hansı münasibət doğrudur? Deməli, A B-nin kubu onun kvadratı. Bununsuz biz tam cəbr ifadələrdə keçmişik ki, deməli bu olacaq A-nın elə bil hər birinin kvadratı olacaq. A-nın kvadratı B-nin kubunun kvadratı. Bu da olacaq A-nın kvadratı B üstündə 6. Yəni bu şəkildə olmalıdır. Amma yazıb A B üstü 6. Yəni səhvdir. C-yə baxaq. Bu A idi. B-yə baxaq. Deməli, B-də olacaq A üstündə 8 üstündə -2. Bu da olacaq A-nın üstündə 8-i -2 vermək lazım. Toplamaq lazım deyil. Qüvvəti qüvvət düzəldəndə -16 deməlidir. Müsbət 6 yazıblar. Səhv yazıblar təbii ki. C-yə baxaq. C-də A üstündə 5 üstündə 3. Bu təbii ki, uşaqlar A üstündə 5 vurma 3 olmalıdır. Bu da A üstündə 15 deməkdir. Amma A üstündə 8 yazıblar. Bu da səhvdir. Deməli, Y-yə baxaq. Baxarıq. D-yə baxarıq. A üstündə 5 bölünsün A üstündə -5. Bölən zaman əsaslar olduğu kimi qalır uşaqlar. Üstlər çıxılmalıdır. Deməli, -5. Bu da olacaq A-nın üstündə 5 plus 5. Bu da olacaq 5 üstə 5 gələndə A üstündə 10. Yəni bu şəkildə olmalıdır. Yazıblar ki, A üstündə 1-dir. Yəni A üstündə 0-dır. O da 1 deməkdir. Yox, əslində səhv deyiblər. Bir dənə qaldı Y. Çox məndə cavab Y-dir, amma bir dəfə yoxlayaq. A üstündə 5 vurma A üstündə 19. Əsaslar eyni olanda üstlər toplanmalıdır. 5 plus -19. 5-dən də -19 toplayanda A üstündə -14 alınacaq. Yəni cavab Y bəndi uşaqlar. Y bəndi olacaq. İkinci suala baxaq. Bu asan sualdır. Kök altında 15 ədədi hansı iki tam ədəd arasında yerləşir? Kök altı 15-dən uşaqlar təxminən 3 tam nə qədər çıxır? 3 tam 10-da məsələn 5. 10-da 5 çıxır. 3 tam 10-da 5 uşaqlar 3,5 yox, təxminən 3,8, 3,9 çıxır. Bu da hansı ədədlərin arasında yerləşir? 3 və 4-ün arasında. Kök altı 27, 5 və 2, belə deyim də 6-nın arasında. 4-cü suala keçək. Vaxt itirmədən keçək 4-cü suala. Kök altında deməli 0,81 vurma, ondan sonra 25 vurma 0,16. Bildiyimiz kimi uşaqlar, deməli necə eləyəcək? Birinci 0,81, bunları müxtəlif köklərdə yaza bilərəm. O ixtiyarım var, yəni kök altında 181. Vurmada elə bir xassə var. Kök altında 25 vurma kök altında 0,16. 0,81-dən nə çıxır? 0,9. 25-dən nə çıxır? 5. Bax, elə bil 0,81 0,9-un kvadratıdır. 25 kök altında 25 5-in kvadratı olsun 5. Bu da %16-da axı. %16-da 0,16 da 0,4-ün kvadratıdır. İndi uşaqlar 5-i 0,4-ə vuranda 2 eləyəcək. 2-ni də 0,9-a vuranda eləyəcək 1,8. Cavab 1,8. Cavab yəni B bəndi. 5-ci sual eyni qayda uşaqlar. 5-də eyni qayda deyil. Bunu başa salmışam dərsdə. Yenə də onu baxın. Çox sadədir. 6-cı sual asan sualdır. Deməli 3 plus kök altında 36. Uşaqlar kök altı 36-dan olacaq 3 plus kök altı 36-dan nə çıxır? 6. 3 plus 6 kök altında. O da eləyəcək kök altında 9. 9-dan da müsbət 3 çıxır. Cavab 3. 7-ci sual eyni qayda. 8-ci suala baxaq. Deməli
2 kök altında B üstə gəlinsin 6 kök altında B. Uşaqlar, kök altı elə bil bunlar dəyişənlərə eynidir də. Necə ki 2A ilə 3A-nı toplayanda necə toplaram? Müəllim, A-nı dəyişən olduğu kimi qalıb əmsallarını toplaram. Bunda da eynidir. Yəni kökün qarşısındakı ədədləri toplasan. Eləcə 206 8 kök altında B. Belə. 10-cu suala baxaq uşaqlar. Deməli 10-cu sualda deməli olacaq kök altında çox sadədir. 18 bölünsün kök altında 2. Bu da olacaq bir kökün altında 18 bölünsün 2. Yəni kök altında 9, 9-dan da çıxır 3. Cavab 3 olacaq. 12-ci sual uşaqlar. Yəni çətin sual deyil, asan sualdır bu da. 4 vurma 10 üstün mənfi 3. Üstə gəlinsin 2 vurma 10 üstün mənfi 1. Üstə gəlinsin 5. Üstə gəlinsin 3 vurma 10 üstü. Üstə gəlinsin 3 vurma 10 üstü 2. 4 vurma 10 üstü mənfi 3 nə deməkdir? 10, belə deyim də 10 üstü müsbət 3-də 1. Yəni tərsinə çevrilir. Üstə gəlinsin 2 vurma 10-da 1. Üstə gəlinsin, bax. 10 üstü 2-nin qiyməti özü 100. 100-ü 3-ə vuranda 300. Üstünə 5 gələndə 305. Üstə gəlinsin bir dəfə 305 yaza bilərəm. İndi uşaqlar, baxın. 10 üstü 3 nə deməkdir? Müəllim, 10 üstü 3, 10 3 dəfə özünə vurmaq. Yəni 4 vurma 1000. Da 1. Üstə gəlinsin 2 vurma 10-da 1. Üstə gəlinsin 305. İndi gələyim bunda 305 üstə gəlinsin. 2 vurma 10-da 1, yəni 10-da 2 eləyəcək, o da 0,2 deməkdir. Üstə gəlinsin 0 tam 1000-də 3. O da eləyəcək 305 tam 305 tam 2 0 3 belə-belədir. Yəni bu 0,2-dən 0 tam 1000-də 3-ü toplayanda belə bir cavab alınacaq. 305 tam 1000-də 203. Elə bir cavab var. 305 tam 1000-də 204 Y bəndi. Deməli uşaqlar, nəyə keçək? 15-ci suala keçək. 14-ü izah eləyək. Ondan sonra keçək 15-ci suala. 16-cı suala. 14. Deməli uşaqlar 0 tam A olacaq 0 tam 5-ci dərəcədən 0,2. B olacaq 3-cü dərəcədən 0,2. C olacaq 6-cı dərəcədən 0,2. D olacaq 4-cü dərəcədən 0,2. Deməli, sonuncu Y olacaq. Deməli, 0,2. Belə. İnşallah necə işləyəcək bunu? Baxın. Deməli, bu 0,2-nin üstündə 0,2-nin üstündə. Bu olacaq 5-də 1. 5-də 1 olacaq. Bu olacaq 0,2 üstündə. Bunun qüvvəti 1-dir. 1-i 3-ə böləndə 3-də 1. Bu olacaq 0,2 üstündə. Bunun qüvvəti 1-dir. 1 bölünsün 6, 6-da 1. Bu olacaq 0,2 üstündə. 4-də 1. Bu olacaq 0,2 üstündə. Deməli, 1 bunun qüvvətidir. 2 də bunun qüvvətidir. O diləcək 2-də 1. Deməli, uşaqlar, baxaq bir dənə diqqətlə. Deməli, yadda saxlayın ki, bunların əsasları hamısı eynidir. Üstləri müqayisə eləyək. Deməli, 5-də 1, 3-də 1, 6-da 1, 4-də 1, 2-də 1. Bax, yadda saxlayın ki, deyib bizə ən böyüyünü göstərin. Bax, əsasına baxmaq lazımdır. Əsas hamısında nədir? 0,2-dir. Hamısı 0,2-dir. Deməli, 0,2-dirsə və bu 0-dan 1-in arasında yerləşən bir ədəddir də.
o zaman üstü ən kiçik olan ən böyük olacaq. Üstü ən kiçik olan. Bax 1-i 5-də 1-dir. Ondan sonra üstlərini yazıram. 3-də 1-dir. Ondan sonra deməli 6-da 1-dir. 2-də 1-dir və 4-də 1. Bunların ən kiçik hansıdır? Mənim 6-da 1. Çünki bir almanı 6 hissəyə böləndə daha kiçik düşür. O baxımdan da cavab uşaqlar 6-da 1 ən kiçikdir. Amma gətirib bu kəsr üstü qüvvətin belə deyim də, bunu da əsası 0-dan 1-in arasına yerləşir axı. O baxımdan bunun üstünə qoyanda ən böyük olacaq. O baxımdan cavab C bəndi olacaq. Belə uşaqlar, yəni belə. O digərləri də hamısı eyni qaydadır. Baxsanda bu amma başqadır. Ən kiçiyini göstərin. Bunda üstə ən böyük olan böyük olacaq. Çünki 0-dan 1-dən böyükdür bu qiymətlər. 18-ci sual. Vaxt itirmədən keçək 18-ci suala. 4 kök altında 18 üstə çıxılsın kök altında 32 çıxılsın kök altında 8 ifadəsini sadələşdirin. Deməli necə sadələşdirin uşaqlar? Təbii ki bunu yazacağım 4 kök altında 18 yazacağım 9,2 çıxılsın. 32-ni yazacağım 16,2 çıxma 8 yazacağım 4,2. Bax indi 9-a neçə çıxır? 3. 4 üçün 12. Kök altında 2. Çıxılsın 16-dan çıxır 4 kök altında 2. 4-dən də çıxır 2 kök altında 2. Deməli 12-dən 4 kök altında 2 çıxır. Yəni 8 kök altında 2. 2 kök altında 2-ni də çıxanda 6 kök altında 2 deyirik. Cavab. Belə. 20-yə baxaq uşaqlar. 2 kök altında 147. 147 çıxılsın 3 kök altında 12 çıxılsın. Deməli 3 kök altında 27. Necə işləyəcəm? Deməli 2 vurma. 147-ni yazın 9,3 kimi. Çıxılsın 3. Kök altında 12 yazım 4,3 kimi. Çıxılsın 3 kök altında 27-ni yazım 9,3 kimi. Baxın uşaqlar 49-a neçə çıxır? 7 çıxır. 7-ni 2-yə vuranda 14 kök altında 3. Çıxılsın 4 çıxır. 3 2-ni 6 kök altında 3. Çıxılsın 3 çıxır. 3 üçündə 9 kök altında 3. 14-dən 6 çıxanda qalacaq 8. Deməli 8 kök altında 3 çıxılsın 9 kök altında 3. Deyəcəm mənfi kök altında 3. Mənfi kök altında 3. Belə. Elə bir cavab var. Baxaq. Bəli. C bəndi. Uşaqlar baxın. Bununla bu getdi. Kök getdi. Qalacaq 3A çıxılsın modul A. Deməli modulun da işarəsi nədir? Müsbət. O baxımdan çıxacaq 3A minus A. O deyəcək 2A. Cavabı 2A. Yine eyni qaydadır. Baxın bununla bu getdi. 5B istəyirsə modul B. Modul B-nin özü mənfi olduğu üçün 5B çıxılsın B olacaq. Çünki B mənfidir axı. 5B-dən də B çıxanda 4B olacaq. Cavab 4B. Deyib ki, kəsrin məxəzini irrasionaldan azad edin. Kök altı. Baxın uşaqlar. Bu nədir? Kök 63-dür. Sürət məxəzi ikisini kök 63-ə verəcəm. Alınacaq deməli. Baxın bunu kök 63-ə verəndə. 3 vurma kök altında 3 bölünsün. 2 vurma kök altında 3 vurma kök altında 3-ə. Bax kök altı 3-ü kök altında 3-ə verəndə 3 eləyəcək. 3-dən bu 3 ixtisar getdi. Qaldı kök altında 3 bölünsün 2-yə. Belə olacaq. Yəni uşaqlar davamına baxaq. Bunu dərs izahında daha yaxşı izah edəcəm inşallah. Bu daha asandır.
Bu, yəni çətin bir şey yoxdur. Baxın, bunu izah edeyim. 28-ci sual. 27-ni başa salım, o yüzden tam başa düşmədiniz. Deməli, 7 bölünsün 4 kök altında 7. Baxın, deməli. Uşaqlar, necə eləyəcəm? Bunu ikisini də kök altı 7-də verəcəm. 7, elə bir sürətdə məxəzdə ikisini də verəcəm kök altında 7. Bölünsün 4 kök altında 7 vurma kök altında 7. O da olacaq 7 kök altında 7. 4 vurma kök altı 7 kök altı 7 verəndə 7 alınacaq. 7-dən 7 ixtisar getdi. Kök altında 7 bölünsün 4. Belə olacaq. Dokuz tam onda 6 vurma 10 üssü mənfi 15 bölünsün 3 tam onda 2 vurma 10 üssü mənfi 18. Bax, 9 tam onda 6-nı 3 tam onda 2-yə böləndə 3 düşəcək. 10 üstü mənfi 15-i mənfi 18-ə böləndə çıxılsın mənfi 18. Belə olacaq. Bu olacaq 3 vurma 10 üstündə mənfi 15 plus 18. Bu da olacaq 3 vurma 10 üstü 3. Belə olacaq. 3 vurma 10 üstü 3. Uşaq 16-dan nə çıxır kökdən? 4 çıxır. Hə, müəllim. A-dan nə çıxır? A-dan modul A çıxır, amma A-nın da özünün işarəsi mənfidir. Olacaq modul A, bir də kök altında B. Deməli, moduldan da A mənfi çıxdı, olsun mənfi 4A kök altında B. Belə. Bu necə işləyəcək uşaqlar? 8 yazsam, deməli, 8 yazsam, 2-nin kubu üstündə 3-də 2. 125 yazsam, 5-in kubu üstündə 3-də 1. 64 yazsam, 4-ün kubu üstündə 3-də 1. İndi o da olacaq 2 üstündə 3-ü 3-də 2-yə verəcəm. Qüvvətin qüvvəti düzəldilməsi. 3-də 2. Üstə gəlsin 5 üstündə 3 vurma 3-də 1. 4 üstündə 3 vurma 3-də 1. 3-də ixtisar getdi. 2 üstündə 2 qaldı. 5-dən 3-dən 3 getdi. 5 üstü 1 qaldı. 3-dən 3 getdi. Çıxılsın 4 qaldı. 2-nin kvadrat 4. Üstü gəlsin 5 çıxılsın 4. 4-də islah getdi. Cavab 5 alındı. Cavab 5 olacaq. Deməli belə. 32-ci sualda eyni qayda. 33-cü sualda bunu necə işləmək olar? Deməli davamına baxaq. Bunu uşaqlar başqa cür necə işləyim ki, yəni bunu mən sizə tam anladım. Deməli bunda bilmək lazımdır ki 33-cü sualda bundan tam kök çıxmır. Deyə bilməz 0,9-dan mənim 0,3 çıxır. 0,9-dan çıxır. Onda 9-dan yox. Deməli 25-i kökün altına salıb nəsə eləmək olar? Hə, nəsə eləmək olar əslində. Bunu necə yazsam əslində? Əslində bunu yazsam ki 25-i baxın 25 0,9 elə bir cavab yoxdur isə 0,9 o da olacaq. Çıxılsın 36 vurma 10 kimi. Kök altına 10 kimi. 25-i belə yazaram da. Deməli mən bunu başqa cür necə yaza bilərəm mən? Deməli bu olacaq belə deyim də. Bu olacaq deməli. Buna baxarıq uşaqlar sonda. Başqa cür necə düşünmək olar, amma baxmaq lazımdır. Gəlin keçəyin 34-ə. Video çox uzanmır olsun. Onu sabah laf dəstədə izah edərəm. 34 yazaram 17 vurma 2 kimi. Deməli 8 bunu yazsam 8 vurma 17 kimi. Deməli uşaqlar 17-ni 17-də verəndə 17-nin kvadratı kök altında 17-nin kvadratı. 8 içində 16. 17-nin kvadratından nə çıxır? Modul 17. 4-dən nə çıxır? 4 alınır. Modul 4.
17-dən çıxır 17, 4-dən də, modul 4-dən də müsbət 4. O da 17-ni 4-ə verəndə 68. Belə. 36-cı sual. 36-cı sual. 9 x-in kubu y-in üstü mənfi 2 3-də 1 x üstü mənfi 2 y üstü 3. Uşaqlar 9-dan 9 3 üstü mənfi 1 nə deməkdir? Bölüntüsü 3-də 1 deməkdir. Bundan bu x-a getdi 3, bu 1, 3. X üstü 3-ü x üstü mənfi 2-yə verəndə üstlər toplanılır. 3-dən mənfi 2-ni toplayanda x üstü 1. Y üstü mənfi 2-ni y üstü 3-ə verəndə bu da y üstü 1 alınacaq. Cavab olacaq 3 x üstü 1 y üstü 1 olacaq. Belə. Deməli, şöyle davamına baxaq. Bunda da 38-ə baxaq. İndi 38. Deyib ki, A 3-də 1-dir. 3-də 1-dir. Deməli, belə. A üstündə mənfi 6 bölünsün A üstündə mənfi 3 vurma A üstündə mənfi 2. Uşaqlar, bu da A-nın üstündə mənfi 6 bölünsün A-nın üstündə. Əsaslar eyni olanda üstlər toplanılır. Mənfi 3 plus mənfi 2. Bu da olacaq A üstündə mənfi 6 bölünsün A üstündə mənfi 5. Bu da eləcə A üstündə mənfi 1. A üstündə də mənfi 1 nə deməkdir? 1 bölünsün A, belə deyim də 1 bölünsün A və ya A-nın ilə qiymətini gətirib yerinə yazsam 3-də 1-in üstü mənfi 1. O deməkdir ki, elə 3 deməkdir bu. Belə. Bu şəkildə. 40-cı sual asan uşaqlar. Bundan bunun dərəcəsi gedəcək. Modulda mənfi 3 çıxacaq. Modulda mənfi 3, bu da 3 deməkdir. Yenə də eyni qayda, hamısı eyni qaydadır. Bu lap asandır. Deməli, bunun dərəcəsi 2-dir. Bunun dərəcəsi 8-dir. Bundan getdi. 2-dən getdi. Kökdə getdi ümumi. 2 üstü 4 qaldı. 2 üstü 4. 2 üstü 4 alınacaq. 2 üstü 4 bölünsün. 32 nə deməkdir? 2 üstü 4, bu da 32 yazacaqdır elə. Bu da olacaq 2 üstü 4 16-dır. 16 bölünsün 32. İxtisar eləyəndə 2-də 1 alınacaq. 2-də 1, yəni belə. 44-də də eyni. 45-ə baxaq. 45. Kök altında 2 c dərəcədən 6 bölünsün 32. Bu da olacaq 2-nin üstündə 6-dan bu 2-yi ixtisar edəndə elədir 2 üstündə 3. 32-ni də yazıram. 2 üstündə 5-dir 32. İxtisar edəndə 2 dənə 2 qalacaq da aşağıda. Bunda da 1 alınacaq. Eləcə 4-də 1. Belə. 47-yə baxıram. 47. A bərabərdir 8-in üstündə 3-də 2. B bərabərdir 125 üstündə 3-də 1. C bərabərdir 27 üstündə 3-də 1. İndi o da olacaq 8-i yazsam 2-nin kubunun üstü 3-də 2. Belə yazıram. Bu da vuran zaman 2 üstündə 3 vurma 3-də 2. 3-də ixtisar getdi. Qalacaq 2 üstündə 2. O da eləcə 4. B-yə baxaq. 5-in kubunun üstü 3-də 1. Bu da olacaq 5 üstündə. Bu 3 3-də 1-ə verəcəm. 3-dən 3 7. 5 üstü 1, 5. 27-ni yazıram 3-ün kubunun üstündə 3-də 1. O da olacaq 3 üstündə. 3 vurma 3-də 1. Bunlar da ixtisar getdi. Qaldı 3 üstü 3. Ən kiçik hansıdır? C. Ondan sonra kiçik A, o da kiçikdir B. Və ya B böyükdür A-dan, o da böyükdür C-dən. Bunların ikisi şərtdən ikisi də ola bilər. Belə uşaqlar, deməli. Deyib, bərabərsizlikdən hansı doğrudur? Bəli, bu gedir. Mənfi 14-dən modulda mənfi 14 çıxacaq, bu da müsbət düzdür. Bundan çıxır 2. Doğrudur, elə cavab A-donda. Baxın, 2, bundan da çıxacaq 7. 2, 7-nin 14 eləcə, 16 yazılır, sildim. Bundan çıxanda modulsuz çıxacaq, tək dərəcədir axı. Mənfi 14 olmalıdır, səhvdir. Bundan 7 çıxır, bundan da 2, 7-ni 2-yə böləndə 7 alınmır, səhvdir. Bu da, yəni zaten səhvdir. 50 də asandır. Deməli, kök altında
A-nın kubun A üstü 4-ə böləndə bir kökün altına yazsam. Bu da olacaq kökün altında 1 bölünsün A olacaq. Yəni heç o da yoxdur. Yəni A yox var. O da elə A bəndidir. Belə. Yəni bunu müxtəlif köklərdə yazanda alınır. Sağ olun, salamat qalın uşaqlar. Bütün sualları həllindən yazın. İndi digər kitablarda siz özünüz işləyin. Allah əmanət olun. Sağ olun.